Bismillahirrahmanirrahim. Allahın izni ilə ərəb əlifbasını öyrənəcəyik. Dərslərimiz praktika yönümlü olacaq, ehtiyac olmadıqca nəzəri bilgilərə toxunulmayacaq. Və hədəfimiz odur ki, artıq bu dərsin sonunda, bir neçə dəqiqəlik dərsin sonunda ərəb əlifbası ilə öyrəndiyimiz hərflərlə yazıb oxumağı bacaraq. Çünki məlumatlar, öyrəndiyimiz məlumatlar hər bir sahədə aktiv olması üçün onu biz tətbiq etməliyik. Pasiv məlumatlar tez yaddan çıxır və unudulur. Bismillah, başlayaq. İlk hərfimiz əlifdir. Düz xətt. Daha sonra növbəti 3 hərfimiz isə eyni işarədən, eyni formadan düzəldilir. Və biz bunları görünüşləri ilə, fərqlilikləri ilə yadda saxlamalıyıq. Əlif, bə, tə, fə, cim, hə, xa. Bu cür əzbərləmək effektiv üsul deyil. Əgər biz bu işarənin altına tək nöqtə qoyarsaq, bə, birinci əlifimizi qeyd edək, əlif. Üzərinə 2 nöqtə yazarsaq, tə, 3 nöqtədə isə fə deyə tələffüz olunacaq. Fə hərfi Azərbaycan dilindəki s-dan fərqlənir. Dilin ucu ön kəsici dişlərin altına toxundurularaq tələffüz olunur pəltəy şəkildə. Fə. Və söz tərkibində bu hərflər bir-birinə birləşərkən dəyişikliyə uğrayır. Və o dəyişiklik üçün ümumi belə bir qayda deyək. Söz tərkibində hərflərin son hissələri, yəni bu quyruq hissələri düşür. Və ehtiyac olan tərəfə birləşmə yazırıq. Nümunə göstərək. Bə hərfidir. Bu gördüyünüz son hissə bunun əslində quyruq hissəsidir. Və söz tərkibində bunlar düşür. Və ehtiyac olan tərəfə də birləşmə qoyulur. Özündən sonra, əvvəl və quyruq hissə düşərkən də nöqtə düz xəttin altına gəlir. Cədvəlimizə yazaq. Əgər hərf sözün əvvəlində olarsa, bu cür yazılacaq. Quyruq hissə düşdü və ehtiyac olan tərəfə birləşmə yazıldı. Ortada quyruq hissə düşdü və ehtiyac olan tərəflərə birləşmə yazıldı. Sadəcə burada nəyə diqqət etməliyik? Biz söz yazarkən hər hansı bir sözdür, yaza-yaza gəlirik. Burada bunu yazıb daha sonra birləşməni qoymayacağıq. Hədəfimiz olmalıdır ki, bacardıq qədər sağdan sola və qələmi dəftərdən çəkmədən yazaq. Yəni bu cür. Sağdan sola qələmi dəftəri çəkmədən. Sonda. Son üçün isə əlavə bir istisnai bir qayda deyək. Sonda bütün hərflər olduğu kimi qalır. Quyruq hissələri, son hissələri düşmür. Sadəcə ehtiyac olan tərəfə, yəni özündən əvvələ birləşmə yazılır. Sonda bütün hərflər olduğu kimi qalır. Yalnız ehtiyac olan tərəfə birləşmə yazılır. Həmən bu qaydanı tə ilə səyə də tətbiq edək. Qaydamız nə idi? Söz tərkibində hərflərin son hissələri düşür, ehtiyac olan tərəfə birləşmə qoyulur. İstisna sonda bütün hərflər olduğu kimi qalır. Tətbiq edək. Quyruq hissə düşdü, ehtiyac olan tərəfə birləşmə yazıldı. Eyni ilə ortada da. Fə hərfinə də tətbiq edirik. Sonda bütün hərflər olduğu kimi qalır. Növbəti 3 hərfimiz. Bu da eyni formadan düzəldilir. Yenə də formamızı yazaq. Azərbaycan dilindəki kiçik R hərfinə oxşayır. R. Bunlar da nöqtələri ilə fərqlənir. Əgər bu işarənin altına biz nöqtə yazarsaq, cim deyə tələffüz olunur. Azərbaycan dilindən azca fərqliyi var. Dilin ortası dağılmağa toxundurularaq tələffüz olunur. Cim, cim. Hə hərfi. Əgər bu işarəyə heç bir nöqtə yazmazsaq, hə deyə oxunacaq. Bu hənin də Latın əlifbasında olan Azərbaycan dilindəki hədən fərqliyi var.
boğazın ortasına vurğu vurularaq tələffüz olunur. Sonuncu hərfimiz. Əgər bu işarənin üzərinə nöqtə yazarsaq, X deyə tələffüz olunur. Qalın hərfdir. Hərfin yazılışı ilə bağlı biraz məşq edək burada. Bax, belə bir əsas sətrimiz budur. Belə bir işarə qoyduqdan sonra meyli enirik aypara şəklində. Və xəttin üzərinə düşüb gələrik. Bir daha. Bir şey də xatırladıq ki, necə ki latın əlifbasında bəzən hərflər sətrin üstündə, bəzən sətrin altında yazılır. Əsas sətrimizi düşürük, qalxırıq. Bu ərəb əlifbasında da belədir. Misal üçün, Y-ni yazarkən gördüyünüz kimi sətirdən düşdük. El hərfini yazarkən sətirdən qalxdıq. Və yaxud da A-nı yazarkən sətrin orta üzə ilə getdik. Eləcə də bu ərəb dilində də var bu qayda. Əgər bu əsas hərfimizdirsə, bəzən sətrin üzərinə çox qalxa, bəzən sətirdən düşə, cim hərfində olduğu kimi. Və yaxud da ümumiyyətlə sətrin altında yazıla bilər. Ra hərfi kimi keçəcək inşallah. Azərbaycan dilində də J-ni buna misal gətirə bilərik. Əsas hissəsinin sətrin altında olması. Və bu hərfləri yazarkən biz diqqət etməliyik. Söz tərkibindəki hansı hərf sətrin üzərində, hansı hərf sətrin altında olacaq. Cim hərfində əsas sətrimiz budur. Əgər hərf bütöv şəkildə yazılarsa, bir hissəsi sətrin altına düşür. Amma B, T, F bunlarda hərf tam sətrin üzərində qalır. Söz tərkibində olan dəyişikliyi bu hərflərə də tətbiq edək. Dediyimiz kimi söz tərkibində hərfin son hissəsi düşür və ehtiyac olan tərəfə birləşmə qoyulur. Ortada. Yenə də hərfin son hissəsi düşdü və ehtiyac olan tərəflərə birləşmə yazıldı. Amma burada da eyni qayda ilə sağdan sola gəlməyə çalışacağıq. Çünki ərəb dilində dediyimiz kimi sağdan sola yazılır. Hər hansı bir sözdür yaza-yaza gəliriksə, cim hərfinin birləşməsini qoyub, ondan sonra hərfi yazırıq. Hatırladım ki, cim H-xada ortada yazılarkən və yaxud da sonda. Birləşmənin başqa bir forması da var. O hansıdır? Dediyim kimi, məqsəd sağdan sola gəlmək və qələmi dəftərdən çəkməmək olduğu üçün bu cür yazmaq daha effektiv ola bilər. Birləşməni hərfin üzərinə yazırıq. Yəni, hər hansısa bir sözdür yaza-yaza gəldik, birləşməni hərfin üzərinə yazırıq. Birləşdiririk. Amma bunu məşq etməyəcəyik, biz hələ sadə formasına məşq edirik. Sonda bütün hərflər olduğu kimi qalır, eyni qaydanı burada tətbiq edirik. Yalnız özündən əvvələ birləşmə yazılır. Tələbələrdə adətən çətinlik nədə olur? Bu birləşməni yazıb, sonra hərfi ona birləşdirərkən bəzən belə aralı qala, bəzən üzərinə altına düşə bilir. Bu da məşq etməklə düzəldilə biləsi şeydir. Həmən bu qaydanı H hərfinə də tətbiq edirik. Quyruq hissəsi düşdü, ehtiyac olan tərəfə birləşmə qoyuldu. Ortada da quyruq hissəsi düşdü və hər iki tərəflə birləşdirildi. Sonunda bütün hərflər olduğu kimi qalır. Yalnız ehtiyac olan tərəfə birləşmə qoyulur. X-da da X-nın adından görüldüyü kimi, buradakı səsdən görüldüyü kimi X qalın hərfdir. Videonun əvvəlində bildirmişdim ki, dərslərimiz praktika yönümlü olacaq və dərsin sonunda biz artıq ərəb dilində bəzi sözləri yazıb oxumağa başlayacağıq. Və söz yaza bilməyimiz üçün bizə hərəkələri bilmək lazımdır. Hərəkələr nədir? Azərbaycan dilində saitlər və samitlər var. Saitlər yumşaq səslərdir adətən
Və ərəb dilində bu saitlər yoxdur. Bunun əvəzinə hərəkələr var. Sanki hərflərinə bir-birinə birləşdirici vasitə, yumşaldıcı vasitə. Ərəb dilində 3 hərəkə var. 3 hərəkə. Onları öyrənək. Hansılardır? Düşünək ki, bu düz xəttimiz hər hansı bir hərfdir. Əgər bu hərfin üzərinə meyli bir xətt çəkərsək, bu ə səsini verir. Həmin hərfə ə səsini artırırıq. Və yaxud da qalın olarsa A səsini verir. Əgər hərfin aşağı hissəsinə bu meyli xətti yazarsaq, həmən hərfə i səsini artırırıq. Bu işarəni üzərinə yazarsaq isə u səsini artırırıq. Həmən hərfə. Yəni, gördüyünüz B hərfi, B hərfi üzərinə belə bir hərəkə yazdıqda bu deyə oxunur. Bu halda isə B deyə, bu halda isə B deyə. Bunu cim hərfinə tətbiq edək. C, cu, cim. Eyni ilə digər hərflərdə də. Fərq yoxdur, bu hərflər əvvəl, orta, son formalarına da tətbiq edə bilərik. C, xi. Hərəkələrimizin adları ə səsini verən hərəkənin adı fəthədir. İ səsini verən hərəkənin adı kəsra. U səsini verən adı dammədir. Kiçik bir nəzəri bilgi verək. Nəyə görə bunları belə adlanıb? Ümumiyyətlə, hərəkə adlanmağının səbəbi hərəkətun kəlməsindən gəlir, hərəkət. Və bu hərəkələr əslində hərfləri, dodaqları hərəkətləndirdiyi üçündür. Ə səsini tələffüz edərkən dodaqlar ağız açıldığı üçün buna fəthə deyilib, açmaq deməkdir. Fətəhə kəlməsindən gəlib. İ səsini verən hərfdə isə dodaqlar yana doğru qırılır, dartılır və buna kəsra deyilib, qırmaq deməkdir. Dammədə isə özünüz də tətbiq edib yoxlaya bilərsiniz. Hətta videonu saxlayıb məndən öncə tapa bilərsiniz. Tələffüz edin, yoxlayın. Bəli, dodaqlar önə doğru yığılır U səsini tələffüz edərkən. Dammədə yığmaq, toplamaq deməkdir. İndi biz bunu sözlər üzərində tətbiq etməyə, bəzi sözləri yazıb oxumağa çalışacağıq. Sadəcə yazıb oxumamışdan öncə biz bu hərəkələri, hərfləri biraz özümüz üçün məşq etməliyik, praktika etməliyik. Yəni, cədvəlimizdə bəzən Azərbaycan dilində olan hissənin üzərini tutub bunu tapmağa çalışmalı və yaxud da əksinə. Ərəbcə olan üzərini tutub belə tapmalı. Və yaxud da özünüzə sual verməli və hər hansı bir yoldaşla məşq edərkən cim hərfi necə yazılır, B hərfi necə yazılır deyə dəftərdə məşq edə bilərsiniz. Və ya əvvəl, orta, son formaları necədir, məşq edib sonra da özünüzü yoxlaya bilərsiniz. Daha sonra sözləri yazmağa başlaya bilərsiniz. Sözlər yazaq. Misal üçün ilk sözümüz su, bi, tə. Necə yazılacaq? İlk hərfimiz F hərfidir. Əvvəldədir, sözün əvvəlindədir. Qaydaları tətbiq etməyə çalışırıq. Söz tərkibində hərflərin son hissələri düşür və ehtiyac olan tərəfə birləşmə qoyuruq. Hərfi yazdıq. Gəlir indi hərəkəsinə. Hərəkəsi dammədir, udur. İkinci hərfimiz B-dir, ortadadır. Və B hərfi ortada necə yazılır? Quyruq hissəsi düşdü və hər iki tərəfə birləşmə qoyuldu. Artıq F-nin birləşməsi B üçün də birləşmə sayılır. Yeni bir birləşmə çəkmirik. B hərfinin hərəkəsi kəsradır. T hərfi sonuncu hərfdir. Sonunda bütün hərflər olduğu kimi yazılır. Sadəcə özündən əvvəllə birləşdirilir. Hərəkəsi də fəthədir.
bir şey xatırladım ki, bu cür yazmaq əli dəftərdən, qələmi dəftərdən çəkərək yazmaq vaxt alıcı və yorucu ola bilər. İlk öncə kəlmənin sütun hissələrini yazıb hərəkə və nöqtələri sonra qoyuruq. Və bu cür məşq etdikdən sonra irəlilədikcə indi yazacağım formada yazmağa çalışın. Kəlmənin sütun hissələrini yazırıq. Səni yazdıq, bəni, təni yazdıq. İndi isə nöqtə və hərəkələrini qeyd edirik. Su, bi, tə. Başqa bir söz yazaq. Xutibə. Xutibə. İlk hərfimiz X hərfidir. X hərfinin özü bu cürdür. Amma söz tərkibində hərflərin son hissələri düşür və ehtiyac olan tərəfə birləşmə yazılır. Xu. T hərfi ortada. T. B hərfi sonda. B. Və bunu da dediyim qaydada qələmi dəftərdən çəkmədən yazmağa çalışaq. Kəlmənin sütun hissələrini yazıb xu, ti, bə. Nöqtə və hərəkələri sonradan qoyuruq. Xu, ti, bə. Real sözlər olmağa ehtiyac yoxdur. Siz də bu hərflərdən sözlər düzəldib yazıb məşq edə bilərsiniz. İlk öncə Azərbaycancasını bu cür qeyd edin. Daha sonra isə ərəbcə yazmağa çalışın, məşq edin və unudarsanızsa, yanlış edərsinizsə çəkdiyiniz cədvələ qayıdıb baxa və yaxud da videoda yazılış formalarına diqqət edə bilərsiniz. Və bildirdiyimiz kimi artıq biz bir neçə dəqiqə ərzində 6 hərf keçdik, düzdür, amma bunlarla yazıb oxumaq bacardıq. Yazıb oxuyarkən öyrənilən bilgilər daha gec yaddan çıxır və effektiv həm də maraqlı olur. Diqqət etdinizsə əlif hərfini keçmədik. Burada xüsusi bir istisna durum var. İnşallah onu növbəti dərslərimizdə keçəcək.